Herkese salamlar olsun. Bu videoda mən 2025-ci il Güvən Nəşriyyatı 2-ci hissə genetika bölməsindən 39-cu sualın izahını vermək istəyirəm. Sualda verilən genotipli valideyn fərdlərin çarpazlaşmasından böyük A, böyük B, kiçik C və böyük D fenotipli orqanizmlər hansı nisbətdə meydana çıxar? Bir-bir çarpazlaşmanı yazıram. Heterozigot fərdləri, yəni böyük A, kiçik A bir-biri ilə çarpazlaşdığı zaman alınır böyük A, böyük A, böyük A, kiçik A, böyük A, kiçik A, kiçik alır. Gördüyümüz kimi burada 2 fenotip alınır və 4 fərd alınır. Alınan 4 fərddən 3'ü dominant fenotipli olur. Onda yazıram 4'də 3. İkinci çarpazlaşmaya baxıram. Yenə də heterozigot fərdlər bir-birindən çarpazlaşır və bu zaman 4'də 3 dominant fenotipli olur. Yazırıq. Böyük B, kiçik B çarpazlaşır. Böyük B, kiçik B alınır. Böyük B'lər, böyük B, kiçik B, böyük B, kiçik B, kiçik B'lər alınır. Diqqət eləsək görərik ki, 4 fərddən 4'dən 3'ü dominant fenotipli olur. Yazıram. 4'də 3. Üçüncü çarpazlaşmaya baxırıq. Heterozigot fərdlər bir-biri ilə çarpazlaşdığı zaman 4'də 1 resessiv fenotipli olur. Baxırıq. Böyük C, kiçik C çarpazlaşır. Böyük C, kiçik C alınır. Böyük C'lər demək. Böyük C, kiçik C, böyük C, kiçik C, kiçik C'lər. Baxırıq. 4 fərddən 4'dən 1'i resessiv fenotipli olur. Yazıram. 4'də 1. Dördüncü çarpazlaşmaya baxırıq. Böyük D, kiçik D, kiçik D'lərlə çarpazlaşır. Bu analiz edici çarpazlaşmadır. Bildiyimiz kimi heterozigot fərdləri resessiv homozigot fərdlərlə çarpazlaşdırdığımız zaman 2 fenotip alınır və bir-bir nisbətində olur. Yəni alınır böyük D, kiçik D, böyük D, kiçik D, kiçik D, kiçik D, kiçik D, kiçik D. Diqqət eləsək görərik ki, burada 4 fərd alınır. Yarısı, yəni 2'də 1'i dominant fenotipli olur. Yazırıq, vuraq 2'də 1. Alınır 4 dəfə 4, 16. 16'nı 4'ə vururuq 64. 64'ü 2'yə vurduğumuz zaman 128 olur. 3'ü 3'ə vuranda 9. 9'u 1'lərə vuranda yenə də 9'dur. Yəni doğru cavabımız olur 128'də 9. C variantı.